Bugün günorta saatlarında Azərsilah Müdafiə Sənayesi Holdinqi Qapalı Səhmdar Cəmiyyətinin strukturuna daxil olan Sənaye Cihaz Elmi İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verib. Bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, qəza nəticəsində müəssisənin əməkdaşı İsmailov Adil Balaşoğlu həlak olub. Hazırda aidiyyatı qurumlar tərəfindən araşdırmalar aparılır. Sabirabadda qətl törədilib. Rayonun Qardaşkənd kəndində kənd sakini 1983-cü il təvəllüdlü Ülviyə Məmmədovaya ov tüfəngindən atəş açılıb. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasına dəyişib. Qətli törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1986-cı il təvəllüdlü Murtuz Xudaverdi oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Cinayətin aləti olan ov tüfəngi götürülüb. Faktla bağlı araşdırma aparılır.